Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Brilliant Dadaşova müğənni Səidə Dadaşovanın iddiaları ilə bağlı açıqlama verib. Sferas xəbər verir ki, xalq artisti çərçivədən kənar verilişində bacısını qızının ailə üzvləri tərəfindən qəbul edilməməsi ilə bağlı dediklərini təkzib edib. Səidə saf, ürəyi yumşaq qızdır. Ailəyə kənardan kimsə girir və gündəm yaratmaq üçün ailəni idarə edir. Səidənin yaşadığı insan qalmaqalla qidalanan insandır. Səidə deyir ki, anam uşağı görməyib. Külliyən yalandır. Səidənin kilo yarımlıq uşağını atamın bağında bacım Sədaqət Ətəcana gətirdi. Bugünə qədər Səidənin adı gələndə bacım hönkür-hönkür ağlayır. Səidənin ərim dediyi adam anasına yaxın buraxmır. Səidə o qədər yaxşı qızdır ki, bacım Səidəyə zəng etmişdi ki, sənə gözəl bijuteriyalar almışam. Səidənin yanındakı adam telefonu götürüb bacıma dedi ki, bizə gəlsən sənin ayaqlarını qıraram. Sənin anan bu sözdən sonra necə evinə gələ bilər? O adam səni gündəm yaratmaq üçün öyrədir. Əri 2 ay bundan əvvəl Səidənin qabırğasını sındırıb. Səidə 102-yə zəng vurub, yenə onu döyüb. Səidə məcbur deyib ki, stuldan yıxılıb. Bütün səs yazıları məndədir. Əgər onun başından bir tük əksik olsa, mən hökumətimizə ərizə yazacağam. Qanun var, qayda var.